Hamınızı salamlar dostlar, mən Qasım Hüseyin. Bu gün sizlərlə birlikdə La Liga vs Premier Liqanı qarşılaşdıracağıq. Yəni İngiltərənin liqası olan Premier Liqa yoxsa mı İspaniya liqası olan La Liqanı qarşı-qarşıya gətirəcəyik. Komandaları La Liqanın komandasını Real Madridin üzərinə yazdım. Çünki niyə görə onun üzərinə yazdım? İndi səbəbini deyəcəm. İngiltərənin komandasını isə Liverpoolun üzərinə yazdım. Səbəbləri o idi ki, bu iki komandanın üstünə yazmağım. Səbəbi o idi ki, axırıncı Çempionlar Liqasında Liverpool'la Real Madrid qarşı-qarşıya gəlmişdi və 1-0 Liverpool Real Madridə qarşı qalib gəlmişdi. Mən də ona görə yəni son İngiltərə klubu ilə İspaniya klubunun oyunu, son oyun Real Madriddə Liverpool olduğu üçün bu iki klubu əlavə etdim. İstəsəydim Barça Chelsea'yə də əlavə edə bilərdim. Niyə? Çünki dünənlər oldu bu oyun, amma mən o oyunu əvəz eləmək istədim. Niyə? Çünki Barcelona dünənlərə əzildi. Ən azından o oyunda biraz yəni oyun səviyyəsi üst-üstə düşürdü. Yəni bərabər idi. Belə deyək. Yəni statistika bərabər idi, amma Barça Chelsea oyununda Chelsea 3-0 Barçanı yerdə sürüdü, yəni bildiyin süründürdü. Ona görə gəlin ən yaxşısı sizə komandalar göstərim. Real Madrid komandamız, yəni La Liga klubumuz yox, bir dəqiqə, belə göstərməyim. La Liga klubumuz bunlardır. Qapıda Thibaut Courtois, müdafiədə Rudiger, yanında Kunde. Burada Jules Kunde'ni sağ bekdə də istifadə edə bilərdim, amma Trent Arnold olduğu üçün Kunde'ni də oynatmaq istədiyim üçün Kunde'ni müdafiədə oynatmağı tərcih elədim. Ona görə bir dəqiqə, hətta onu sağ müdafiəçiyə çəkək. Bəli, Kunde, Rudiger, Trent Arnold sağ bekdə, sol bekdə Alejandro Balde, Sergio'da Lamine Yamal, yarım müdafiədə Valverde, Pedri, Seleo'da Vinicius Junior, santrforda Jude Bellingham, ofansif Jude Bellingham, santrforda Kylian Mbappé. Bir dəqiqə bunu düzəldim. Kylian Mbappé niyə o qədər sola qaçıb? Onu düzəldək. Düz bax beləsinə qoyaq. Bəli. Hücumda da Kylian Mbappé, kapitan isə Thibaut Courtois'dır. Niyə? Çünki ən təcrübəli oydu. Ona görə onu qoydum. Barcelona deyə bura. O zaman gəlin İngiltərə klubumuza baxaq. Yəni Premier Liqanın klubu Liverpool'un üzərinə qurmuşdum. Bəli, qapıda Alisson Becker, müdafiədə Van Dijk, William Saliba, sağ bekdə Frimpong, sol bekdə Joshua Gvardiol, Sergio'da Məhəmməd Salah, mərkəz orta sahada Declan Rice, yanında McAllister, Seleo'da Bukayo Saka, yəni normal bir sol kanadı yox idi. Ona görə Bukayo Saka'nı yerləşdirdim. Ofansif orta sahada da ki Florian Wirtz, yəni istərdim ki onun yerine Cole Palmer'ı qoyum. Lakin overall olaraq Wirtz daha üstün olduğu üçün onu yerləşdirmə məcburunda qaldım. Santrforda da Erling Braut Haaland Premier Liqanın santrforunu yerinə yetirəcək. Santrfor mövqeyini yerinə yetirəcək. Gəlin o zaman videonun məqsədini sizə göstərim. Yəni bilməyənlər üçün. Videomuz 2 etapdan olur. Birinci etap 90 dəqiqə, ikinci etap isə penallaşma etabı olacaq. O zaman gəlin birinci etap olan maç etabına keçək. Bəli dostlar, maç etabımız başladı. Estadio Metropolitano, yəni əslində oyunda adı belə gedir. Beşiktaş stadionunda olur bu oyun. Real Madrid Liverpool'a qarşı, yəni La Liga, Premier Liga'ya qarşı uşaqlar. Bu səhnə baş verənə qədər sizdən bir ricam olacaq. Xahiş edirəm, videoya like atıb abunə olmağı unutmayın. Çox əziyyət edirəm bu videonu çıxartmaq üçün. Belə videolar eləmək əslində o qədər də asan deyil. Çətindir. Yəni son paylaşdığım videoya yaxşı like atmışsınız. Shorts'a da yaxşı like atmışsınız. Çox sağ olunuz. Zəhmət olsa bu videoya da əgər mənə dəstək olmaq istəyirsinizsə bir dənə like düyməsini basmağı unutmayın. Və bəli, komandalar stadiona daxil oldular. Buraları daha keçək artıq. Startlayaq.
bu hissəsi artıq keçilməlidir. Və bəli, topu Kylian Mbappe'nin başlanğıcı ilə oyun başlayır. İndi top Federico Valverde, Lamine Yamal ötürməsi qarşısına aldı Premier Liga komandası. İndi Frimpong yaxında olan Məhəmməd Salah'a göndərdi. Məhəmməd Salah bir rəqibini keçdi. Məhəmməd Salah ikinci dəqiqədə ataka gəldilər. Məhəmməd Salahın ötürməsində son anda Jules Koundé zərbə uzaqlardan Florian Wirtz möhtəşəm probladı. Lakin top bayırda. Oy oy oy. Möhtəşəm zərbə. Çox az fərqlə Real Madrid qapısında qolu çox az fərqlə görə bilmədi. İndi Jules Koundé ötürməsi Rudiger. O da verdi Alejandro Balde. Vinicius Junior. Tez paslaşırdı. Dərkən Florian Wirtz topu götürdü. Florian Wirtz keçənmədi. Pedri. Ötürməsi Jude Bellingham. Jude Bellingham möhtəşəm keçdi. Sıyrıldı rəqiblərindən. Ötürməsi Vinicius korladı burada. İndi Məhəmməd Salah ama Vinicius pressing aldı. Vinicius'ta yine top. Vinicius Junior ötürməsi Alejandro Balde. Alejandro Balde ikinci epizodda səhv oynadı. İndi Frimpong ötürməsi Məhəmməd Salah. Məhəmməd Salah ötürdü ama Valverde icazə vermədi. Jude Bellingham ötürdü Yoshka Gvardiol. Yox, Yoshka Gvardiol değildi o. Üzüldü sayın indi Kylian Mbappe. Oy oy oy, Van Dijk icazə vermədi ona. Van Dijk son anda kurtardı komandasını. İndi Kylian Mbappe içərilədi. Burada heç kim yox idi Real Madridlilərdən. İndi Federico Valverde. Ötürməsi Antonio Rudiger. O da əvvəl Premier Ligada çıxış edib Rudiger. İndi Declan Rice Real Madrid'e Arsenal oyununda qan utdurmuşdu. Cərimə zərbələrindən 2 gol vurmuşdu və 2 dənə puşqaşlı gol idi bu. İndi sol kanatdan Bukayo Saka gəlir. Bukayo Saka oldu zəfəndər amma keçmədi Trent Arnold'u. Amma yox, kücdən zərbədir də hakim. Lamine Yamal içərilədi. Lamine Yamal nəydi? Açdım. Üzüldü sağ. İndi Federico Valverde ötürməsi Jude Bellingham Pedri'ye verdi. Ama Van Dijk icazə vermir. Van Dijk Yoshka Gvardiol'a verdi. Yoshka Gvardiol qaçan Bukayo Saka'ya gördü. Bukayo Saka Trent Arnold'u keçənmir. İkinci dəfədə artıq bu cəhd. İndi Yoshka Gvardiol, onun üzerine pressing var. Presdən nəticələndi La Liga klubu Kylian Mbappe. Van Dijk çox klas bir şəkildə qayda çərçivələrini pozmadan topu möhtəşəm götürdü Van Dijk. Amma kontratak baş verir Mbappe. Bu səfər də ayağını aldı amma indi də icazə vermədi ona Premier Liga komandası. Bukayo Saka ötürməsi Florian Wirtz. Erling Braut Haaland. Ötürmə McAllister o da axırıncı dəfə Liverpool Real Madrid oyununda kəllə zərbəsi ilə qol ataraq komandasına qalibiyyəti gətirmişdi. İndi Erling Haaland'a doğru ötürmə. Haaland verdi Declan Rice bir dəqiqə. Declan Rice ötürdü Florian Wirtz. Top Rudiger'dadır. Rudiger verdi Koundé ötürdü. Declan Rice. Biraz ses ver oyuna. Declan Rice verdi. Brat, mən niyə Declan Rice deyirəm? Çaşdım. Jude Bellingham və Declan Rice kimi oxuyuram. İndi top Declan Rice'dadır. Declan Rice ötürdü. Alisson Becker içərilədi. McAllister verdi. Yox, Pedri icazə vermir topun keçməyinə. İndi Vinicius Junior. Vinicius'dan möhtəşəm bir ötürmə Jude Bellingham'a doğru. Amma yenə Van Dijk qayda çərçivəsi içərisində topu yenə götürdü. İndi Erling Haaland. Florian Wirtz. Declan Rice. Məhəmməd Salah. O da verdi Haaland. Məhəmməd Salah qaçır. Haalanddan Salah'a ötürmə. Salah. Məhəmməd Salah. İcazə vermir burada La Liga klubu. İndi Mbappe mi Van Dijk mı? Van Dijk ötürdü topu Declan Rice'a. İndi Florian Wirtz. Ötürmə Bukayo Saka
Bukayo Saka bu cəhdində də trendi keçənmədi, amma qayda pozunluğu elədi. Trend Arnold. İndi Florian Wirtz. Florian Wirtz. Florian Wirtz. Möhtəşəm bir gol. Oy 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 oy. Cərmədən. Free kickdən möhtəşəm bir gol attı. Heç gözləmirdim. Florian Wirtz. Oy 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 oy. Sən qola bax. Düz 9'luğa. Düz 9'luğa. Düz 9'luğa. Gözü. Belə basla yox. Basla yox. Bax Murat. Bir dəfə də izləyək. Bax. Möhtəşəm götürdü topu. Daha doğrusu möhtəşəm cərmə cəzası. Bax. Belə göstərim. Belə çox daha qəşəngdir. Florian Wirtz. Oy oy oy. Oy oy oy. Möhtəşəm bir gol. Bravo Wirtz. Bravo. İndi Mbappe. İndi görək bunlara qarşı cavab nə olacaq La Ligadan. Bukayo Saka'ya qarşı yenə möhtəşəm oldu topu Trent Arnold. İndi Yoshka Gvardiol ötürməsə Erling Braut Haaland verdi Florian Wirtz. Florian Wirtz Məhəmməd Salah'a doğru ötürmə. Ötürmə dəqiqdir, amma Salah qeyri dəqiq oynayır. Salah neynədir burada? Topu birbaşa rəqibə verdi. Thibaut Courtois verdi. Pedri endirdi. Valverde, Federico Valverde verdi. Jude Bellingham tez pasajı La Liga. Lakin bu pasa son qoydu Bukayo Saka. İndi Valverde uzaqlardan yaxşı zərbələri var onun. Valverde düz vuran anda Declan Rice. Çox möhtəşəm bir şəkildə sürüşdü qarşısına. İndi Alejandro Balde hava mübarizəsində qalib gəldi. İndi McAllister ötürməsi qeyri dəqiqdir. Alejandro Balde daha yaxın idi topa. İndi Məhəmməd Salah 3 sən son dəqiqələri. Bukayo Saka. Saka bıraxdı. Haaland Kunde icazə vermədi. Kontratak tez olsa bəlkə davam edərlər. Amma Bukayo Saka oradan zərbə çıxartdı. Oy Bukayo Saka vurdu Thibaut Courtois. Courtois'u bu dəfə keçənmədi Bukayo Saka. İndi Florian Wirtz. Wirtz içərlədi. Rudiger oradaydı. İndi Wirtz topu götürdü. Florian Wirtz amma yenə Trent Arnold bu gün o mövqedə möhtəşəm oynayır. Erling Braut Haaland və ilk hissəni hakim bitirdi. Gəlin biraz müzakirə edək. Məncə hal-hazırda Liverpool, yəni Premier Liga klubu daha yaxşı oynayır. Florian Wirtz möhtəşəm bir gol vurdu. Sözün əsl mənasında möhtəşəm bir gol vurdu. La Liga'nın buna cavabı ola bilərmi desəz? Məncə ola bilər. Niyə? Çünki hücum xəttlərində Mbappe var, Vinicius var, Lamine Yamal var, Jude Bellingham var yarım müdafiədə. Yəni kağız üzərində, yəni reyting üzərində La Liga klubu Premier Liga klubundan daha yaxşıdır. Amma hazırda 1-0 Premier Liga klubu La Liga klubunu udur. Niyə görə udur? Çünki məncə niyə görə udur? Çünki müdafiəçilərinin Van Dijk'a və Saliba'nın boyu hündür olduğu üçün hava mübarizələrində onlar qazanırlar topu. Məncə belədir. Görək La Liga klubunun buna cavabı nə olacaq? Sizə yenidən xatırladıram. Xahiş edirəm. Yəni əziyyət çəkirəm bu videonu. Əgər mənə dəstək olmaq istəyirsinizsə bir dənə like atıb, bir də kanalıma abunə olmağı unutmayın. O zaman keçək ikinci hissəyə. Bəli dostlar, ikinci hissə başladı. İndi top Declan Rice'dadır. Ötürməsi Məhəmməd Salah. Möhtəşəm ötürmə. Erling Braut Haaland amma Rudiger yox, Kunde onun qarşısındaydı. Vinicius Junior, Alejandro Balde. Vinicius götürdü onu. Vinicius ötürdü Rudiger hara qədər gəlib. Rudiger verdi. Pedri. Alejandro Balde. Ötürməsi Vinicius qaçır. Vinicius Junior. O da içərlədi. Lamine Yamal'a doğru amma çatmadı top. İndi Florian Wirtz Haaland'a vermədi topu amma topu duraxsatdı. Frimpong top Məhəmməd Salah'a gəldi çatdı. Məhəmməd Salah mı? Alejandro Balde mi? Məhəmməd Salah içərdədi. Bukayo Saka. Möhtəşəm bir zərbə.
Mehmet Salah möhtəşəm söylədi. Bukayo Saka gəlişinə göndərdi topu. Çox möhtəşəm bir fikir. Çox möhtəşəm bir zərbə. Amma qeyri-dəqiq. Courtois ötürməsi olmadı. Qeyri-dəqiq oldu. Erling Braut Haaland. Premier Liga komandası önə çox gəlir. Sıxır qabaqda onlar Real Madridi. İndi Florian Wirtz də kəllə vurdu, olmadı. Görək bu baskının altından nə tər çıxacaq La Liga klubu. Thibaut Courtois ötürmə Lamine Yamal'a doğru. Amma Lamine Yamal götürəmədi topu. Haaland ötürmə Joshua Gvardiol. O da verdi William Saliba bıraktı Haaland. Bukayo Saka'nın düz karşısına attı. Bukayo Saka çattı, ötürdü. Declan Rice. Muhteşem bir gol. Oy bu oyunda neler verir baş. Bukayo Saka muhteşem içerledi. Declan Rice gelişine. Çok muhteşem bir gol. Declan Rice. Oy. Declan Rice. Çok muhteşem bir gol. Həqiqətən sözün açıq mənasında çox möhtəşəm gol. Buradan geri dönmək çox çətin olacaq. Görək nə edəcək La Liga klubu. İndi Lamine Yamal bu il heç bir şey eləyənmədi. Bukayo Saka həmişə onu tutdu. İndi Mbappe. Yine Van Dijk. İndi Pedri bıraktı Valverde'nin karşısına, ama qeyri-dəqiq götürməm. Out. La Liga'nındır. Lamine Yamal ötürməsi Valverde. Federico Valverde. Devam olacaq mı? Devam edir atak. Valverde verdi. Vinicius Junior. Vinicius'a karşı burada çabuk oyun var idi. Hakim burada Vini'ye karşı çok çabuk oyun var idi. Ama yok. Neyse. Frimpong'a karşı hiçbir şey olmadı burada. İndi Jude Bellingham. İndi Mbappe. Ötürməsi Vinicius Mbappe'ye geri qaytarmağa çalışdı, olmadı. Sağ tərəfə göndərilən top Joshua Gvardiol. Bukayo Saka bayaqki golun asisti. İndi top Jude Bellingham'a çatmır. McAllister icazə vermir ona. Alejandro Balde. Ötürmə Vinicius Junior. Pedri'ye bıraktı. Jude Bellingham. Florian Wirtz. Aldılar topu yine Premier Liga. Florian Wirtz. Rudiger bu sefer icazə vermədi ona. Pedri. İndi də Mehmet Salah'a qeyri-dəqiq ötürməklə Mehmet Salah'a gəldi, saldı top. Thibaut Courtois. Çox çabuk səvilədi və Haaland dəf eləmədi. 3-0. Baxın. Burada Thibaut Courtois'un çox böyük səvi var idi. Və Haaland da bitirdi abi. Bu oyun yani hiç bir La Liga'la oynayan bilmir. İndi Federico Valverde. Ötürmə Lamine Yamal keçən biri Bukayo Saka'nı keçən biri. Lamine Yamal qaldı ki Joshua Gvardiol. İndi offside var idi. Haaland offside'daydı. Trent Arnold. Ötürmə Pedri'ye doğru. Pedri indirdi Valverde. Alejandro Balde. Vinicius abi yine çabuk oynadılar. Hakim de biraz yani Premier Liga tərəfindədir hələ bir. Çabuk oynuyorlar, vermir zərməni. Rudiger indirdi topu. Pedri yok. Declan Rice. Ötürmə geçmir. Alejandro Balde buradaydı. Yine Courtois'dan böyük səhv var. Ama bu sefer topu aldı eline. Courtois artıq 78 dəqiqədə 3-0'dan geri dönmək məncə çox çətin bir şeydir. Hatta Premier Liga dayanmadan ataka çıxır. Florian Wirtz qeyri-dəqiq götürməyində Kylian Mbappe'ye gəldi, çatdı top. Mbappe William Salah'ı keçən bir. Yine Mbappe'ye düşəndə bəlkə bir şey olabilir. Abi bu artıq təmiz sarı vərəqə idi. Guardiola təmiz sarı vərəqə bırak. Yəni bayaqdan topla döyürlər Madrid'i.
İndi Yoshka Gvardiyola Jude Bellingham pres elədi ona və top Kornel. Yoshka Gvardiyola pres. Abi Kornel idi axı. Hakim ədalətsizdir. Məncə hakim ədalətsizlik eləyir. Van Dijk. Frimpong. Pedri. Məhəmməd Salah. Qarşısında Pedri var. Məhəmməd Salah. Frimpongla paslaşa bilmədilər. İndi Vinicius qaçsa qabağı boşdu. Vinicius ötürdü. Jude Bellingham. 2 nəfərdən sıyrıldı. Jude Bellingham özünü aparmağı tercih elədi. Bellingham verdi Vinicius'a. Vinicius verdi Pedri rəqibini keçdi. Pedri Yoshka Gvardiol. Bəlkə də oyunun son atakı idi bu. İndi Jude Bellingham, Vinicius, Jude Bellingham. Ötürmə Jurkunca son 2 dəqiqə 90 dəqiqənin üzərinə. Trent Arnold, Lamine Yamal'dan ötürmə Trent Arnold'a doğru. Trent Arnold içəriləməyə çalışdı, olmadı. Trent Arnold kəllə ilə içəri olmadı. İndi arxa boşdu və oyun bitdi. Bəli dostlar, ilk etabı, maç etabını Premier Liga 3-0 qalib gələrək qazanır. Görək penallaşma etabının olacaq. Bax, bu gol çox zor idi, çox möhtəşəm bir gol idi bu gol. Florian Wirtz çəkdi, möhtəşəm bir gol. Həqiqətən çox gözəl bir gol idi o gol. Maçın adamı məncə Florian Wirtz'ti. O zaman keçək penaltı etabına. Bəli dostlar, penaltı etabına keçirik. Əgər burada La Liga klubu kazansa, bir dakika sözümü deyim. Eğer La Liga klubu bu etabı kazansa 1-1 bərabərlik olacaq və iki komandanın ən yüksək overallı 5 oyunçusunu götürəcəyik və bunları qarşı-qarşıya gətirəcəyik. Eğer hansı komandanın ən yüksək 5 oyuncusunun overallı diğer komandanın ən yüksək 5 oyuncusu ən yüksək 5 overallı oyuncusundan yüksək olsa o komanda kazanacaq. Yəni məsəl üçün Jude Bellingham 90 overall'dursa, məsəl üçün Liverpool'dan Florian Wirtz'in overall'ı 89'dursa, o zaman Jude Bellingham komandasına bir xal gətirəcək və beləliklə 5 futbolçu belə olacaq, beləliklə davam olacaq. O zaman keçək. Bəlkə də bilmək olmaz, bəlkə də Premier Liga kazanacaq. O zaman devam eləyək. İlk penaltı zərbəsini Mbappe'yə yetirdi və golunu attı. Kylian Mbappe attı. İndi Erling Braut Haaland da attı. Haaland qaçırmadı. Yəni 2 penal ustasıdır bunlar. İndi Jude Bellingham da attı. İndi sıra Florian Wirtz'dədir. Wirtz ve bayrağa gitti top. Oyunda möhtəşəm bir gol atan Wirtz. Penalı qaçırdı, top Vinicius Junior'dadır. Vinicius da qaçırdı. Oy Alisson Becker save etdi. İndi Bukayo Saka attı. Bukayo Saka. İndi Pedri de atır. İndi top McAllister'dadır. McAllister gol attı və Thibaut Courtois hərəkət belə eləyə bilmədi. Valverde. Federico Valverde de attı. Eğer Declan Rice'e karşı Thibaut Courtois galip ayrılsa ve beni Declan Rice oyunda möhtəşəm gol atan Declan Rice burada golunu atanmadı, penal atanmadı. Oy ve ikinci etabın kazananı
La Ligada o zaman 3-cü etapımıza keçək. Bəli dostlar, getdim araşdırdım overallları. Ən yüksək 2 komandada ən yüksək 5 overallı futbolçular gətirdim sizə. La Ligada ən yüksək 5 overall: Mbappe 91 overalla, Bellingham 90 overalla, Vinicius Junior 90 overalla, Lamine Yamal 89 overalla, Pedri 89 overalla. Ən yaxşı 5 ən çox overall olan 5 futbolçu La Ligadan bunlardır. Premier Ligadan isə bunlardır. Məhəmməd Salah 91 overall ilə, Haaland 90 overall ilə, Van Dijk 90 overall ilə, Wirtz 89 overall ilə, Bukayo Saka isə 89 overall ilə ən çox overall olan Premier Ligada olan 5 oyuncusu bunlardır. Gəlin o zaman baxaq. Mbappe Salah'a qarşı 91-91. 1-1 eləyir bu. Bellingham Haaland'a qarşı 90-90. 2-2 olur. Vinicius 90, Van Dijk 90. 3-3 olur. Yamal 89, Wirtz 89. 4-4 olur. Bir dəqiqə. Pedri 89, Bukayo Saka 89. O zaman olur 5-5. Yəni hər iki komandanın 5 ən çox 5 ən çox overall olan 5 futbolçu bir-birinə bərabərdir overallları ilə. O zaman son bir futbolçu, yəni son ən çox overall olan iki komandanın son bir oyuncusunu gətirəm. Yəni bu 5 futbolçudan qıraq. Yəni onlar da qiyaslayırıq. Əgər hansı komandada daha çox overall olsa, o videonun qazananı olacaq. Çünki 2 etapın nəticəsində oyun 1-1'dir. Bu 3-cü etapdır. O zaman gedək 6-cı futbolçunu axtaraq. Bəli dostlar, getdim, araşdırdım, gəldim və iki komandada da son ən çox overall olan son futbolçu bunlardır. Valverde də 89, La Ligadan Valverde 89 və Premier Ligadan Saliba 87 overall'dur. Və 5-5 idi hesab. Valverde 89, Saliba 88 olduğu üçün 6-5 comeback ataraq 3 turun ərzində 2 turda comeback ataraq videomuzun qalibi La Liga olur. Yəni belə çıxır ki, FC26'da dünyanın ən güclü liqası La Ligadır. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Bayaqki xatırlatmalarımı xahiş edirəm ki, yenidən xatırladım sizə. Xahiş edirəm bu videoya like atıb abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videolarda görüşənədək.